Salam uşaqlar, hər vaxtınız xeyir. Mən Kimya Ruhu kanalının müəllimi Siyacı. Bugün sizlərlə maddə miqdarı Avogadro qanunu bölməsinin qazların sıxlığı, nisbi sıxlıq, qazlara aid olan hesablamalar mövzusundakı 51-dən sona qədər olan sualları izah edəcəm inşallah. Vaxt itirmədən 51-ci sualdan başlayaq. Normal şəraitdə bərabər həcmdə götürülmüş azot və oksigendən ibarət qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. Uşaqlar, müəyyən şəraitdən, ya daha doğrusu normal şəraitdə 51-ci sual. Normal şəraitdə qazların həcmi bilirik ki, 22,4 litrdir. Azot və oksigendən ibarət qaz qarışığının azot qazı var, bir də oksigendən ibarət qaz qarışığı var. Bərabər həcmdə. Uşaqlar, normal şəraitdə qazların həcm nisbəti elə onların mol nisbətinə bərabərdir. Bərabər həcm deyir. Tutaq ki, əgər biz x litr N2 götürmüşüksə, x litrdə O2 götürürük. Litr nisbəti elə mol nisbətinə bərabər olduğu üçün bu x-i gəlin litr kimi yox, mol kimi təsəvvür edək. Yəni x mol N2 götürmüşük, x mol da O2. Deyir ki, qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. 50-ci sualı biz yazanda dedik ki, qaz qarışığının hər hansı bir nisbi sıxlığını hesablamaq üçün ilk öncə onların orta molyar kütləsini hesablamaq lazımdır. Yəni azot və oksigen qazı üçün orta molyar kütlə hesablama lazımdır. Orta molyar kütlə necə hesablanır uşaqlar? Qaz qarışığının orta molyar kütləsi bərabərdir azotun kütləsinin 28x üzərinə gəlsin oksigenin kütləsinə olan cəmi və mol miqdarlarının cəmi x üzərinə gəlsin x. Uşaqlar, eyni həcmdir, yəni eyni mol miqdarı. İstənilən mol nisbətində götürə bilərsiniz. 2, 2, 3, 3, 5, 5. Yəni cavab olduğu kimi cavab eyni alınacaq. 60x-in 2x-ə olan nisbəti x-lər ixtisar gedir 30. Deməli, yuxarıdakı qaz qarışığının eyni həcmdə götürülmüş azot və oksigendən ibarət qaz qarışığının orta molyar kütləsi 30 qram bölünsün mola bərabərdir. Deyir ki, alınan bu qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. Hidrogen bərabərdir. Qaz qarışığının orta molyar kütləsinin hidrogenin ml-nə olan nisbətidir. Qaz qarışığının orta molyar kütləsi 30 qram, hidrogenin ml-də 2 qram, 15. Cavab da oldu B variantı. Keçirik 52-ci suala. Sıxlığı 2,5 qram bölünsün litr. 52-ci sual verilir, yazaq. Ru bərabərdir 2,5 qram bölünsün litr. Olan qazın normal şəraitdə deyirsə qazın həcmi olur 22,4 litr. 14 qramındakı molekulların sayını hesablayın. N bərabərdir 14. N bərabərdir sual. 14 qramındakı molekulların sayını istəyir bizdən uşaqlar. İlk öncə gəlin sıxlığın düsturunu normal şəraitdə yazaq. Normal şəraitdə sıxlıq bərabərdir qazın nisbi molekul kütləsinin mlx bölünsün qazın həcminə, yəni 22,4 litrinə. Çünki normal şəraitdə bütün qazlar 1 molu 22,4 litr həcm tutur. İndi bizə Ru'nun qiymətini verib uşaqlar 25 bölünsün 10, yəni 2,5 bərabərdir 22,4 mlx. Gəlin qazın nisbi molekul kütləsini hesablayaq. 5-yə ixtisar getdi 5 dəfə, 5-yə ixtisar getdi 2 dəfə, 2-yə ixtisar getdi 11,2 dəfə. mlx də bərabərdir 56 qram. Deməli, x qazının nisbi molekul kütləsi 56 qramdır. Uşaqlar, yəni 1 molunun kütləsi uşaqlar 56 qramdır. Bilirik ki, 1 mol maddədə 6 tam %2 vurulsun 10^23 sayda hissəcik olur. 1 mol maddənin kütləsi neçə elədi? 56 qram. Gəlin indi qramla hesablayaq. Bizə deyir ki, 14 qram maddədə molekulların sayını hesablayırıq, bilmirik. Yazırıq bura A sayda molekul. A da bərabərdir 14 nə 56 ixtisar getdi 4 dəfə. 1 tam 1000-də 505 vurulsun 10^23 sayda molekul. Cavab da oldu uşaqlar Y variantı. Bu qədər sadə. Keçirik 53-cü suala. Uşaqlar, 53-cü sualda eyni tipdə sualdır, eyni şəkildə də həll olunur. Hətta bu sualın əksidir. Diqqətlə baxın, sıxlığı bizə verib. Gəlin 53 yazaq. Tutaq ki, əgər sualı bizə tərsinə versə necə həll edirik? 53-cü sual. Sıxlığı bizə verib Ru bərabərdir 2,5 qram bölünsün litr. Normal şəraitdə V bərabərdir 22,4 litr.
Molekulların sayını verib 1 tam 1000'də 505 vurulsun 10 üstü 23 sayda molekul. Bizə deyir ki, n bərabərdir sual. Uyğun olaraq ru bərabərdir. Nisbi molekul kütləsi X maddəsi üçün bölünsün 22,4. 25 bölünsün 10 bərabərdir 22,4. X maddəsinin əmərini tapırıq. Əmər X. Bayaq həll eləmişdik bu sualı uşaqlar. Əmər X bərabər idi 56 qram. Deməli, maddənin 56 qramını, yəni 1 molunda 6,2 vurulsun 10 üstü 23 sayda molekul var. Bizə deyir ki, 1 tam 1000'də 505 vurulsun 10 üstü 23 sayda molekul maddənin neçə qramında olacaq? Bilmirik, X qramında. İxtisarlarımızı aparaq. 3,1'ə ixtisar gedir 2 dəfə, 3,1'ə ixtisar gedir 0,5 dəfə. X də bərabərdir 56 bölünsün 4. Uyğun olaraq bərabərdir 14 qram. Bayaqki sualın tərsidir uşaqlar. Cavabı B variantı. Keçirik 54-cü suala. CO və C2H2 atomlarının sayı bir-birinə bərabərdir. CO-nun mol nisbətinin C2H2'nin mol nisbətinə olan, daha doğrusu nisbəti X şəklindədir. Uşaqlar, atom sayı hər ikisində bərabərdir. C2H2'də 4 vurulsun, indi 6,2 vurulsun 10 üstü 23, elə yazmırıq. Sadə dildə yazaq, 4 dənə atom var. 4 Na sayda atom var. CO-da isə 2 Na sayda atom var. CO-da 4 Na sayda atom olması üçün 2 mol CO götürməli. Uşaqlar, istənilən nisbətdə bunu götürə bilərik. 4-ün 2-yə nisbəti, 6-nın 3-ə nisbəti, 8-in 4-ə nisbəti. Biz 2-nin 1-ə nisbəti ən sadə nisbət şəkildə götürürük ki, atomların sayı bərabər olsun. Uşaqlar, mol nisbəti də CO neçə mol götürmüşük? 2 mol. 2-nin 1-ə nisbəti cavab oldu Y variantı. Bu qədər sadə. Gəlin indi aşağı X-i müəyyən edin. Eyni tipdə sualdır. Deyir, atomların sayı bərabərdir. C2H4'də 6 Na atom var. 6 Na atom. CO2'də isə 3 Na atom var. Yəni 2 mol CO2 götürəcək. 1 mol da C2H4. 2-nin 1-ə nisbəti cavab da oldu A variantı. 56-cı sual. Hər üç qaba CO qazı əlavə etsək, hansı qablarda alınan qaz qarışığının orta molyar kütləsi CO-nun molyar kütləsinə bərabər olur? Uşaqlar, CO-nun molyar kütləsi 28 qramdır. Qaz qarışıqlarını gəlin molyar kütlələrini hesablayaq. N2'də 28 qram, O2'də 32 qram, CH4'də də 16 qram. Orta molyar kütləsinə bərabər olar. Uşaqlar, 28 alsın daha doğrusu molekul kütləsi, 28 də CO-nun molekul kütləsidir. 28 qram. Orta molyar kütlədə elə 28 eləyəcək. Ona görə 1-də elə orta molyar kütlə CO-nun molekul kütləsinə bərabər oldu. 2-də uşaqlar, bir-bir bu maddələrin orta molyar kütləsini taparaq da hesablaya bilərik. Məsələn, 56-cı sualda gəlin 2-ni hesablayaq. CO-nun nisbi molekul kütləsi MrCO bərabərdir 28 qram. Bizə deyir ki, alınan qaz qarışığının orta molyar kütləsi 28 qram olsun. Hər qaba uşaqlar CO əlavə olunur. Hər qaba CO əlavə olunur. Gəlin tutaq ki, ikinci qab üçün orta molyar kütlə ikinci qab üçün hesablayaq. Bərabərdir. Oksigen nisbi molekul kütləsi 32 qram. CO-nun nisbi molekul kütləsi 28 qram. Eyni mol miqdarda əlavə olunur. 1 mol götürək. 2 mol. 60'ın 2'yə olan nisbəti 30 qram. Bölünsün mol. Gördünüz uşaqlar, ikinci qabda deməli, orta molyar kütlə 28'dən daha yüksəklədir. Niyə? Çünki oksigenin nisbi molekul kütləsi CO-nun nisbi molekul kütləsindən böyükdür. Ona görə də ikinci qabda orta molyar kütlə artacaq. Üçüncü qabda isə orta molyar kütlə daha az olacaq. Niyə? Çünki CH4'ün nisbi molekul kütləsi CO-nun nisbi molekul kütləsindən kiçikdir. Deyir ki, hansı qabda orta molyar kütlə CO-nun molyar kütləsinə bərabər olar? Yalnız bir. Cavab C variantı. 57-ci sual eyni tipdə sualdır. Hansı qabda sıxlıq dəyişər? Uşaqlar, sıxlıq normal şərait dediyinə görə sıxlıqla 57-ci sual. Sıxlığın düsturu R bərabərdir Mr bölünsün V deyil. Normal şəraitdə V 22,4 litr deyil uşaqlar. Onda R1 bölünsün R2 bərabər olacaq Mr1 bölünsün Mr2. Deməli, sıxlıq elə molyar kütlədən düz mütənasib asılıdır. 56-cı sual kimi həll olunacaq.
Uyğun olaraq CO-nun nisbi molekul kütləsi 28 qramdır, azotda 28-dir, oksigende 32-dir, CH4-də də 16-dır. Bilirik ki, CO-nu N2-nin üzərinə əlavə etdikdə molyar kütlə, yəni orta molyar kütlə dəyişmir, ona görə sıxlıq da dəyişmir. 2-də sıxlıq artacaq, 3-də isə sıxlıq azalacaq, çünki orta molyar kütlə uyğun olaraq artır və azalır. Cavab 2, 3, yəni A variantı. 58-ci sual. Sıxlığı metanın sıxlığından 2 dəfə çox olan qazın 9,6 qramının həcmini hesablayın. Gəlin 58-ci sualı hesablayaq uşaqlar. Sıxlığı, tutaq ki, X qazının sıxlığı, bir də metan qazının sıxlığından danışır bizdə. Deyir ki, sıxlığı metanın sıxlığından 2 dəfə çoxdur. Tutaq ki, X qazının sıxlığını götürürük 2A, metanın sıxlığını götürürük A. Uşaqlar, məsələyə diqqətlə baxın. Məsələdə bizə normal şərait deyir. Normal şərait deyirsə, Ru1 bölünsün Ru2 bərabərdir Mr1 bölünsün Mr2. Niyə? Çünki bayaq dedik ki, Ru bərabərdir Mr bölünsün V düsturu ilə hesablanır. Normal şəraitdə V 22,4 litr, yəni sabitdir. Ona görə də sıxlıq molyar kütlə ilə düz mütənasib asılıdır. İndi sıxlığın Ru-X-in Ru-CH4-ə olan nisbəti uyğun olaraq bərabərdir Mr-X-in Mr-CH4-ə olan nisbətinə. Bu qədər sadə. 2A bölünsün A bərabərdir. Mr-X-i bilmirik. Mr-X yazırıq. Mr-CH4 də 16-ya bərabərdir. Mr-X uyğun olaraq bərabərdir 32 qram. Bu qədər sadə. İndi bizə deyir ki, deməli X maddəsinin nisbi molekul kütləsini tapdıq, X qazının. 32 qramı neçə litrdir? 22,4 litrdirsə X qazının 9,6 qramda uyğun olacaq A litr. A yazmayaq, A yuxarıda dəyişən vermişdi. Gəlin yazaq bura B litr. 9,6-dan 32 yığsar gedir 0,3 dəfə. B də bərabərdir 6,6,72. Cavab da oldu A variantı. Bu qədər sadə. Keçirik 59-cu suala. CH2O, C2H6 qarışığın normal şəraitdə hansı qaz əlavə edildikdə qarışığın sıxlığı dəyişməz? 59. Uşaqlar, ilk öncə gəlin CH2O-nun nisbi molekul kütləsini hesablayaq. 12 üzərinə gəlinsin 2, üzərinə gəlinsin 16, 30 qram. Daha sonra C2H6-nın nisbi molekul kütləsini hesablayaq. 24 üzərinə gəlinsin 6, 30 qram. İkisinin də nisbi molekul kütləsi 30 qramdır. Normal şərait deyirsə, onların sıxlığı, yəni Ru1 bölünsün Ru2 bərabərdir Mr1 bölünsün Mr2. Normal şəraitdə sıxlıqla molyar kütlə bir-birlə düz mütənasib asılıdır. Deyir ki, hansı qazı əlavə etdikdə sıxlığı dəyişməz, yəni M orta dəyişməz. Orta molyar kütlə bərabərdir konstant, yəni sabit qalar. Haçan orta molyar kütlə sabit qalır uşaqlar? Qaz qarışığıdır da bu. Bu qaz qarışığının orta molyar kütləsi 30 qram bölünsün moldur. Necə bildim? Hər ikisindən 1 mol götürmüşük. Çünki burada mol miqdarı demir. M orta bərabərdir. 30 vurulsun 1 üzərinə gəlsin. 30 vurulsun 1 bölünsün 1 üzərinə gəlsin 1 bərabərdir. 30 qram bölünsün mol. Yuxarıdakı qaz qarışığının orta molyar kütləsi 30 qram bölünsün moldur. Yəni bizə deyir ki, orta molyar kütlə sabit qaz. Onda biz elə 30 qram olan bir qaz əlavə eləməliyik. NO-nun nisbi molekul kütləsi ilə 30 qramdır. Cavab oldu A variantı. Digər variantlara da baxaq. CO-da 28 qram orta molyar kütlə azalacaq. N2O-da 14, 16, 30, o da 14, 44 qram orta molyar kütlə artacaq. CO2-də də 44 qram orta molyar kütlə artacaq. NO2-də də 46 qram orta molyar kütlə artacaq. 60-cı sual. NO və C2H6 qarışığına hansı qazı normal şəraitdə əlavə etdikdə qaz qarışığının orta molyar kütləsi dəyişməz? Yuxarıdakı suallar eyni tipdə sualdır. Uşaqlar, NO-nun nisbi molekul kütləsini bilirik 30 qram, C2H6-da da 30 qram. Deməli, nisbi molekul kütləsi 30 qram olan bir qaz əlavə eləməliyik. CH2O bayaq hesablamışdıq. Cavab D variantı. 30 qram olan bir qaz əlavə eləsək, orta molyar kütlə ilə 30 qram bölünsün mol olaraq qalacaq. Keçirik 61-ci suala.
X, Y, Z qazlarını verib. Hər birinin kütlələri bir-birinə bərabərdir. Sıxlıqlarını da verib ρ1, ρ2, ρ3 şəklində molekul sayının. Bizə deyir ki, sıxlıqların nisbətini bir-birinə verib, daha doğrusu uyğunluğu verib. ρ1 böyükdür, ρ2 böyükdür, ρ3-dən. N1, N2, N3 arasında doğru münasibəti müəyyən edin. Uşaqlar, gəlin hər bir qazın ilk öncə sıxlığını yazaq. 61-ci sual. ρx bərabərdir mrx bölünsün 22,4 litr. Niyə? Çünki normal şərait deyir bizə. Uşaqlar, mən bayaqdan nə deyirəm? Deyirəm ki, yəni əgər normal şərait deyirsə, onda sıxlıqla kütlə bir-birinə düz mütənasib asılıdır. Uşaqlar, əgər ρ1-in sıxlığı ρ2-nin sıxlığından böyükdürsə, onda nisbi molekul kütləsi X-in nisbi molekul kütləsi böyük olacaq. Mr Y-in nisbi molekul kütləsi o da böyük olacaq. Mr Z-in nisbi molekul kütləsindən. Çünki sıxlıqlar biz nə dedik? Normal şəraitdə sıxlıqla molyar kütlə bir-biri ilə düz mütənasib asılıdır. Əgər ρ1-in sıxlığı böyükdürsə, onun molyar kütləsi daha böyük olacaq. Uşaqlar, indi də gəlin Mr ilə N arasındakı asılılığı müəyyən eləyək. Molekul sayı arasındakı asılılığı. N bərabərdir N bölünsün N-a düsturundan. Və N bərabərdir M bölünsün Mr düsturuna əsasən N-ləri bir-birinə bərabərləşdiririk. M bölünsün N-a bərabərdir M bölünsün Mr. Uşaqlar, Mr-lə baxın, N bir-birinə tərs mütənasib asılıdır. N-a ilə M-in sabit o qiymət olduğunu bilirik. Niyə? Çünki deyir ki, bütün maddələr üçün kütlə eynidir. N vurulsun N-a bərabərdir N vurulsun nisbi molekul kütlə. Deməli, nisbi molekul kütlə ilə molekul sayı bir-birinə tərs mütənasib asılıdır. Sıxlıqla nisbi, baxın, X-in nisbi molekul kütləsi ən böyükdürsə, yəni tutaq ki, bu Mr1, Mr2, Mr3 şəklində düzdür uşaqlar. Əgər Mr1 böyükdürsə, onda M1 ən kiçik olur. Dedik ki, tərs mütənasib asılıdır. Onda M1 kiçikdir. N2 kiçikdir, N3 şəklində olacaq. Dedik ki, nisbi molekul kütlə molekul sayı ilə tərs mütənasib asılıdır. Ona görə də X-in nisbi molekul kütləsi böyük olduğu üçün onun molekul sayı ən kiçik olacaq. M1, N2 nisbətinin ən kiçik olduğu variant da Y variantı. Keçirik 62-ci suala. 62-ci sual. Eyni tipdə sualdır uşaqlar. Bu səfər eyni tipdədir, baxın. Sualın tipi təqribi eynidir. Sadəcə bizə deyir ki, burada M1 bölünsün M2. Sadəcə tərs mütənasib. Baxın, yuxarıda ρ1 böyükdür, indi ρ2 böyükdür. Uşaqlar, yuxarıda biz nə dedik? Nisbi molekul kütləsi ilə N bir-birinə tərs mütənasib asılıdır. Əgər ρ1 ilə biz nə demişdik uşaqlar? Nisbi molekul kütlə düz mütənasib asılıdır ρ ilə. Nisbi molekul kütlə tərs mütənasib asılıdır N ilə. Gördük uşaqlar, ρ ilə düz mütənasib asılıdırsa, onda Mr1 kiçikdir, Mr2 kiçikdir, Mr3-dən. Düz mütənasib asılıdır ρ1, ρ2, ρ3 şəklində. N də tərs mütənasib asılı olduğu üçün M1 böyükdür, N2 böyükdür, N3-dən. Bayaqki hesablamada biz aradakı asılılığı müəyyən eləmişdik uşaqlar. Cavab da oldu C variantı. Keçdik 63-cü suala. Qazın sıxılma prosesi üçün hansı ifadələr doğru deyil? Baxın uşaqlar, CO2 qazıdır. Hər üçündə biraz daha sıxılıb. Sıxlıq azalır. Uşaqlar, sıxlıq azalmır. Doğru deyil. Bir doğru deyil. Çünki sıxlıq burada artır. Baxın, qaz molekulları bir-birindən aralı yerləşib birinci qabda. İkinci qabda sıxlıq artır. Yavaş-yavaş sıxlaşırlar. Üçüncü qabda sıxlıq daha da artır. Getdikcə daha da sıxlaşırlar. Kütlə azalır. Uşaqlar, kütlə doğru deyil. Çünki kütlə dəyişmir. Biz karbon qazını bu qabın içərisindən çıxartmırıq ki, sadəcə sıxırıq da. Qazın sıxlığı artır, kütlə dəyişmir. Kütlə olduğu kimi qalır. Çünki qabın ağzı qapalıdır. Mol miqdarı dəyişmir uşaqlar. Maddənin mol miqdarı Üçə baxırıq, mol miqdarı dəyişmir. Doğrudur, mol miqdarı dəyişmir. Qabın içərisində əgər 2 mol qaz var isə biz sadəcə qazı sıxdıq. Yəni həcmini azaltdıq. Mol miqdarı dəyişmir. 3 doğrudur. 1, 2 cavab oldu A variantı. Keçirik 64-cü sual. Eyni tipdə sualdır. Bu səfər soruşur hansı doğrudur? Sıxlıq artır. Doğrudur, artır. Kütlə azalır. Xeyr uşaqlar, kütlə dəyişmir. Biz karbon qazını qabın içərisindən çıxartmırıq. Mol miqdarı azalır. Mol miqdarı dəyişmir. Yalnız bir cavab Y variantı.
65-ci sual. Havadan yüngül, havadan ağır, havadan yüngül, havadan ağır X, Y, Z, T qazlarını bizə verib. Bir-biri ilə reaksiyaya girməyən X, Y, Z, T reaksiyaların qazlarından hansılarını istənilən nisbətdə qarışdırdıqda qaz qarışığının orta molyar kütləsi 29-dan kiçik olar. Uşaqlar, havadan yüngül olan istənilən qaz qarışığını istənilən nisbətdə qarışdırdıqda o əlbəttə ki, orta molyar kütləsi havanın orta molyar kütləsindən kiçik olacaq. Yəni X və Z qazını biz qarışdırdıqda istənilən nisbətdə onların orta molyar kütləsi 29-dan kiçik olacaq. Cavab olur C variantı. Niyə uşaqlar? İstəyirsiniz 5 mol götürün, 10 mol götürün. Uşaqlar, orta molyar kütlə necə hesablanacaq X ilə Z üçün? Tutaq ki, biz N mol X götürmüşük, A mol da Z götürmüşük. N vurulsun X, üzərinə gəlinsin A vurulsun Z, bölünsün N plus A. İstənilən nisbətdə götürdükdə məxrəcdə elə baxın, molların nisbəti deyil. Mol nisbəti artdıqca məxrəc də artır. Məxrəc artdıqca orta molyar kütlə də azalacaq. Görsünüz uşaqlar, yəni istənilən nisbətdə götürdükdə havanın orta molyar kütləsindən daha kiçik ədəd alınacaq. Y ilə X götürsək böyük də alına bilər, kiçik də alına bilər. Z ilə T götürsək havanın orta molyar kütləsindən böyük də alına bilər, kiçik də alına bilər. Y ilə T götürsək yalnız böyük alınacaq orta molyar kütlədə. Çünki Y-in də T-nin də nisbi molyar kütləsi daha böyükdür. Amma X ilə Z götürsək ancaq kiçik alınır. Cavab C variantı. 66-cı sual. Sıxlığı ρ1, kütləsi M1, mol miqdarı ν1 olan qaz ilə sıxlığı ρ2, kütləsi M2, mol miqdarı ν2 olan qazı sabit həcmli qapalı qabda qarışdırırlar. Qapalı qabda. Qazlar bir-biri ilə reaksiyaya daxil olmursa, alınan qaz qarışığı üçün hansı ifadələr doğrudur? Uşaqlar, tutaq ki, 2 dənə qaz var və bir-birlərinin reaksiyaya daxil olmurlar. Bir qabın içərisinə qoyduqda qazların ümumi mol miqdarı doğrudur. ν1 üzərinə gəlsin ν2 olacaq. Tutaq ki, 2 dənə qaz götürürük. Heliumla neon. Bir-birlərinə qətiyyən reaksiyaya daxil olmurlar. ν1 mol helium götürək, ν2 mol da neon götürək. Bunların mol miqdarı reaksiyaya daxil olmurlar. Qazda ümumi mol miqdarı ν1 üzərinə gəlsin ν2 olacaq. Qaz qarışığının kütləsi M1 üzərinə gəlsin M2 olacaq. Uşaqlar, mən M1 kütləli helium əlavə edəcəm. M2 kütləli neon. Nə olacaq? Bir-birlərinə reaksiyada daxil olmurlar. Kütlə olduğu kimi qalacaq. Qarışığın sıxlığı ρ1 üzərinə gəlsin ρ2 olacaq. Xeyr uşaqlar, bu doğru deyil. Uşaqlar, tutaq ki, heliumun sıxlığı olsun. Heliumun sıxlığı olsun bu şəkildə. Neonun sıxlığı da olsun bu şəkildə. Neonun sıxlığı heliumun sıxlığından daha çox olsun. Əgər biz bu iki qazı qarışdırdıqda, onda neonun sıxlığı bu şəkildə deyildi. Helium da bunun aralarına qarışacaq və heliumun sıxlığı artacaq. Neonun sıxlığı isə qismən azalacaq. Ona görə də sıxlıq, ümumi sıxlıq ρ1 üzərinə gəlsin ρ2 şəklində hesablanmayacaq. R bərabərdir M1 üzərinə gəlinsin M2 bölünsün V1 üzərinə gəlinsin V2 şəklində hesablanacaq. Ona görə də cavab 1, 2, yəni D variantı. Keçirik 67-ci suala. CnH2n plus 2 qazının normal şəraitdə sıxlığı A qram bölünsün litrdir. N-i müəyyən edin. Uşaqlar, 67-ci sual. Sıxlığın düsturunu yazaq. R bərabərdir Mr bölünsün V. Normal şərait dediyi üçün V olur 22,4 litr. İndi R-nu bizə verib A. Bərabərdir. Gəl Mr Cn H2n'in nisbi Cn H2n plus 2'nin nisbi molekul kütləsini hesablayaq. 14n üzərinə gəlinsin 2. Karbonun nisbi atom kütləsi 12, hidrogeninki 1, 12n üzərinə gəlinsin 2n plus 2, 14n plus 2 eləyir. 14n plus 2 bölünsün 22,4 litr. Bizdən nədir? N-i müəyyən edin. 14n plus 2 bərabərdir 22,4 A. Hər biri 2-yə xısar gedir. 7n üzərinə gəlinsin 1 bərabərdir 11,2 A. 7n bərabərdir 11,2 A çıxılsın 1. N də bərabərdir 11,2 A çıxılsın 1 bölünsün 7. Cavab da oldu D variantı. 68-ci sual. Bayaqki sualla eyni tipdə sualdır. Uşaqlar gəlin yazaq.
Ru bərabərdir, yəni A bərabərdir. Mr S'nin H2'nin üçün 14 n'dir. 14 n bölünsün 22,4 litr. Çünki normal şərait deyilir. Eyni tənliyi qururuq. 2 ixtisar aparırıq. A bərabərdir. 7 n bölünsün 11,2. N də bərabərdir. 11,2 A bölünsün 7. Cavab da oldu. Y variantı. Keçirik 69-cu suala. Normal şəraitdə qazların sıxlığı normal şəraitdə. Onların molyar kütləsindən asılılığı, uşaqlar, normal şəraitdə qazların sıxlığı onların molyar kütləsindən düz mütənasib asılıdır. Mən nə demişdim? 69-cu sual. Bayaqdan deyirəm ki, Ru1 bölünsün Ru2 bərabərdir. Mr1 bölünsün Mr2. Səbəbdə normal şəraitdə həcm konstantdır, yəni sabit 22,4 litrə bərabərdir. 70-ci sual. Sabit həcmdə, yenə baxın, sabit həcm. Qazların sıxlığı onların kütləsindən düz mütənasib asılıdır. D variantı. 71-ci sual. Uşaqlar, 71-ci sual ilk baxışda çətin görünə bilər, amma əslində çətin deyil. Gəlin yavaş-yavaş oxuyub mərhələli həll eləyək. Müəyyən temperaturda sabit həcmli qapalı qabda, sabit həcmli qapalı qab. Bura diqqət. 1 mol S2H6 var. 71-ci sual. Uşaqlar, 1 mol S2H6'mız var. S2H6. Daha sonra 1 mol H2 əlavə edilərək birinci qaz qarışığı alınır. Uşaqlar, üzərinə 1 mol H2 əlavə eləyir və birinci qaz qarışığını alır. Birinci. Gəlin indi bu qaz qarışığının orta molyar kütləsini hesablayaq. M orta bərabərdir. S2H6'nın nisbi atom kütləsi 30'a bərabərdir. 30 vurulsun 1, üzərinə gəlsin 2 vurulsun 1, 1 üzərinə gəlinsin 1. 32 bölünsün 2, 16 qram bölünsün mol. Deməli, birinci qaz qarışığının orta molyar kütləsini hesabladıq. Birinci qaz qarışığına, uşaqlar, birinci qaz qarışığında 1 mol S2H6, 1 mol da H2 var idi. Bizə deyir ki, birinci qaz qarışığına, yəni 1 mol S2H6 üzərinə gəlinsin 1 mol H2, birinci qaz qarışığı. Deməli, 1 mol SH4 əlavə olunur. 1 mol SH4 əlavə olunur. 1 mol. Uşaqlar, bu qazlar bir-birlərinə reaksiya daxil olmurlar. Mən sadəcə orta molyar kütləni hesabladım birinci qaz qarışığı üçün. Daha sonra bu birinci qaz qarışığında orta molyar kütləni tapandan sonra onun üzərinə 1 molda SH4 əlavə edib ikinci qaz qarışığı alırlar və bunun orta molyar kütləsini gəlin hesablayaq. Orta molyar kütlə ikinci qaz qarışığı üçün uyğun olaraq bərabərdir. 30 vurulsun 1 üzərinə gəlsin, 2 vurulsun 1 üzərinə gəlsin, 16 vurulsun 1 bölünsün 1 üzərinə gəlsin, 1 üzərinə gəlsin 1. Uyğun olaraq bərabərdir 32, o da 16, 48 bölünsün 3, 16 qram bölünsün mol. Deməli, birinci qaz qarışığının orta molyar kütləsi 16 qram bölünsün mol elədi. İkinci qaz qarışığının orta molyar kütləsi 16 qram bölünsün mol elədi. Bizə nə deyir? Etanın molyar kütləsi 30 qramdır uşaqlar. Qaz qarışığının orta molyar kütlələri arasında hansı münasibət var? Etanın molyar kütləsi böyükdür. Birinci və ikinci qaz qarışıqlarının orta molyar kütləsi bir-birinə bərabərdir. Cavab oldu A variantı. Bu qədər sadə. Keçirik 72-ci suala. Müəyyən temperaturda sabit həcmli qapalı qabda 1 mol SH4 var. Eyni tipdə sualdır uşaqlar. Gəlin 72-ci sualda bayaqki kimi həll edək. Sabit həcmli qapalı qabda uşaqlar 1 mol SH4 var. Daha sonra qaba 1 mol H2 əlavə olunur. Birinci qaz qarışığı alınır. Birinci qaz qarışığının orta molyar kütləsini hesablayırıq. Birinci qaz qarışığı üçün 16 üzərinə gəlinsin. H2 2 vurulsun 1, 1 üzərinə gəlsin. Biləsinə vurulsun 1 yazılmır. Sadəcə daha aydın olsun deyə yazıram. 18-in də 2'ye olan nisbəti uyğun olaraq bərabərdir. 9 qram bölünsün mol. İndi davam edirik. Birinci qaz qarışığını bilirik uşaqlar. Bir də əlavə olunur 1 mol S2H6. Bir də aşağıdan yazırıq. 1 mol SH4. Birinci qaz qarışığını yazaq. 1 mol H2. Bir də üzərinə əlavə olunacaq 1 mol S2H6. Ümumilikdə deyir ki, bu qaz qarışıqda olur ikinci qaz qarışığı. İkinci qaz qarışığının gəlin orta molyar kütləsini hesablayaq. SH4 16 üzərinə gəlsin 2, üzərinə gəlsin mol miqdarlarda uyğun olaraq 1'dir. 30 bölünsün 1 üzərinə gəlsin 1 üzərinə gəlsin 1.
48 bölünsün 3, bu da bərabərdir 16 qram bölünsün mol. İndi bizə deyir ki, metanın molyar kütləsi 16 qramdır. Birinci və ikinci qaz qarışığının orta molyar kütləsinin asılılığı cavab olur D variantı. 16 bərabərdir 16. Birinci molyar kütlədə orta molyar kütlədə qaz qarışığı üçün 9 qramdır. 73-cü sual. 73-cü sual. Birinci, ikinci və üçüncü qaz qarışığını bizə verib, hansı qarışıqda O2-nin kütlə payı artdıqca qarışığın orta molyar kütləsi azalacaq? Gəlin hər bir qazın ilk öncə molekul kütləsini müəyyən eləyək. Oksigenin molekul kütləsi 32, 32, 32, azotda 28, N2O-da 14, o da 16, 30, o da 14, 44. CO-da da 28 qramdır. Uşaqlar, bizə deyir ki, oksigenin kütlə payı artdıqca, yəni oksigenin mol miqdarını artırsaq, 32-ni artırsaq, orta molyar kütlə azalacaq. Uşaqlar, orta molyar kütlə necə hesablanır? Bayaqdan hesablayırıq. Qazların molekul kütlələrinin onların moluna olan hasilinin mola olan nisbətidir. Orta molyar kütlə yalnız 2-də azalacaq. Niyə? Çünki N2O-nun molyar kütləsi oksigenin molyar kütləsindən daha böyükdür. Biz molyar kütləsi az olan maddənin miqdarını artırdıqda orta molyar kütlə də uyğun olaraq azalacaq. Ona görə də yalnız 2 cavab olur B variantı. Digərlərində isə artacaq. Niyə? Çünki 32 28-dən daha böyükdür. Yəni molyar kütləsi böyük olan qazın mol miqdarını artırdıqda orta molyar kütlə də artmış olacaq. 74-cü sual. CO2 və O2-dən ibarət qaz qarışığında bir karbon atomuna 5 oksigen atomu düşürsə, 74-cü sual. CO2 bir də O2-dən ibarət qaz qarışığı var. Bir karbon atomuna 5 dənə oksigen atomu düşürsə, qarışığın heliuma görə nisbi sıxlığını hesablayın. Heliuma görə nisbi sıxlığını hesablamaq üçün ilk öncə qarışığın M ortasını tapmalıyıq uşaqlar. Orta molyar kütləsini tapmalıyıq. Gəlin baxaq. Tutaq ki, X mol CO2 var və Y molda O2 var. Bizə deyir ki, hər bir karbon atomuna 5 dənə oksigen atomu düşürsə, X dənə karbon atomumuz var uşaqlar. X dənə karbon atomuna 2X üzərinə gəlinsin 2Y sayda oksigen atomu düşür. Düz deyil. Bir karbon atomuna da uyğun olaraq deyir ki, 5 dənə oksigen atomu düşür. Gəlin tənasübü hesablayaq. X və Y-i müəyyən eləyək. 5X bərabərdir 2X üzərinə gəlinsin 2Y, 3X bərabərdir 2Y, Y də bərabərdir 1/5X. X ilə Y arasındakı asılılığı müəyyən elədik. 1/5X. Davam edirik. Bizə deyir ki, qarışığın heliuma görə nisbi sıxlığını hesablayın. İlk öncə gəlin qarışıq üçün M ortanı hesablayaq. M orta bərabərdir. CO2-nin nisbi molekul kütləsi 44'dür. 44 vurulsun X üzərinə gəlinsin. O2-nin nisbi molekul kütləsi 32 vurulsun 1/5X bölünsün X üzərinə gəlinsin 1/5X. Uyğun olaraq bərabərdir 2/5X. 44X'in üzərinə uşaqlar 44X üzərinə gəlinsin. 2-də 3'ü vururuq 32'ye. 2 xəsər gedir 16 dəfə. 48X bölünsün 2/5. Bərabərliyi gəlin hesablayaq. 44'ün üzərinə 48 gəldikdə 92X. 92X'in də 2/5'e olan nisbəti. İlk öncə X'lər xəsər gedir. Vergül bir dənə sağa gedir. 25'i vururuq. Yəni hər iki tərəfi 4'ə vuraq. Sonra 2 dənə 0, yəni 2 dənə vergül sola çəkərik. Vurulsun 4. 4'ə vuranda 100 eləyir. Sadə hesablama yolunu öyrədirəm uşaqlar. Birbaşa 25'ə də bölə bilərsiniz. Amma yəni məxrəci 100'ə, yəni onluqları tamamlayanda daha sadə bölmək də olur. 4/0, 4/2 8, 4/9 36. Vergülü gəlin 2 dənə sağa çəkək. 36/8 qram bölünsün mol. Qaz qarışığının orta molyar kütləsini hesabladıq. İndi bizə nədir? Qarışığın heliuma görə nisbi sıxlığı D heliumda bərabərdir 36/8 bölünsün 4. Heliumun molekul kütləsi də 4'dür. 9/2 qram. Cavab oldu A variantı. Bu qədər sadə uşaqlar. Keçirik 75-ci suala. 75-ci sual. Qaz qarışığı CH4 və H2. Qarışığın orta molyar kütləsi 7/6. Qarışıqda qazların mol payı X və Y. Mol payı uşaqlar. Omega yəni. Uşaqlar gəlin bunu tutaq ki 75-ci sual.
Biz A mol CH4 götürmüşük, B mol da H2 götürmüşük. Gəlin indi qarışığın orta molyar kütləsini hesablayaq. M ortanı A mol CH4, B mol H2 üçün hesablayıram. CH4'ün nisbi molekul kütləsi 16 qram, 16A üzərinə gəlinsin 2B. A üzərinə gəlinsin B. M ortanı bizə verib 7,6. Uyğun olaraq 7,6A üzərinə gəlinsin 7,6B bərabərdir 16A üzərinə gəlinsin 2B. 5,6B bərabərdir 8,4A. Vergüllər sağa gedir. 7 xəsər gedir 8 dəfə, 8B bərabərdir 7 xəsər gedir 12A, 4 xəsər gedir 2B bərabərdir 3A, B də bərabərdir 1,5A. B-ni ayla ifadə elədik uşaqlar. İndi bizə deyir ki, qarşılıqda qazların mol payını hesablayın. Gəlin hesablayaq. Omega X üçün ilk öncə X bərabərdir. Tutaq ki, omega CH4 Omega CH4 X-ə bərabərdir uşaqlar. X bərabərdir. CH4'ün mol miqdarı nə qədərdir qaz qarışığında? A mol. Ümumi qaz qarışığının mol nə qədərdir? A üzərinə gəlinsin B vurulsun 100. B-ni A ilə ifadə edir uşaqlar. A bölünsün A üzərinə gəlinsin 1,5 A vurulsun 100. Bərabərlik də uyğun olaraq bərabərdir. A bölünsün 2,5 A vurulsun 100. İxtisarlarımızı aparırıq. 2,5 ixtisar gedir 1000 dəfə 40. Deməli, CH4'ün mol payı 40'dırsa, X 40'dır. B variantı, C variantı, D, Y variantı yanlışdır. X 40 olduğuna göre cevap A variantı. Y avtomatik olarak 60% olur. Keçirik 76. suala. Qarışığın bizə tərkibini verib. C2H2, C2H4, C2H6. Uşaqlar, bu sual biraz çətin görünə bilər, amma əslində ən sadə həll olunan sual tiplərindən biridir. Qarışığın tərkibində ümumi atomların sayını bizdən istəyir. Qarışığın tərkibini bildik. Qarışığın kütləsini də bildik, 174 qram. Qarışığın tam yanma məhsulu 12 mol karbon qazı. Uşaqlar, biz hələ üzvi kimyanı öyrənməmişik. Üzvi kimyanı öyrənəndə biləcək ki, bütün karbohidrogenlər yandıqda karbon qazı və su əmələ gətirir. Karbohidrogenin formulu CXHY şəklindədir. CXHY yandıqda karbon qazı və su əmələ gəlir. İstənilən karbohidrogen yandıqda. Uşaqlar, indi gəlin bu karbohidrogeni əmsallaşdıraq. X mol karbon qazı, Y bölünsün 2 mol da su əmələ gələcək. Uşaqlar, görürsünüz, X dənə karbon reaksiyaya daxil olur. X-dən də X molda karbon qazı alınır. Karbonların sayı dəyişmir. 12 mol karbon qazı alınmışsa uşaqlar, deməli sağ tərəfdə uşaqlar 12 mol karbon qazı alınıbsa, yəni 12 mol dənə karbon varsa, sol tərəfdə də onda 12 dənə karbon atomu olacaq. Əgər uşaqlar sol tərəfdə 12 dənə karbon atomu varsa, 12 dənə gəlin karbon atomunun kütləsini müəyyən eləyək. 12 vurulsun 12, 144 qram. Deməli, bu qarışıqda 144 qram karbon atomu var. Gördünüz uşaqlar, 144 qram karbon var. Ümumi qarışığın kütləsini bilirik 174. 174 çıxılsın 144. Bu da uyğun olaraq bərabərdir 30 qram. 30 qramda hidrogen atomu var. Bu qədər sadə uşaqlar. Bir hidrogen atomunda, daha doğrusu ümumi atomların sayını bir hidrogen atomu altdan %2 vurulsun 10⁻23 sayda hissəcik var. Yəni Na. Onda bizə bir hidrogen atomu 1 qram deyil uşaqlar. 30 qram hidrogen atomda olacaq 30 Na. 30 Na sayda hissəcik olacaq. Gördünüz uşaqlar. İndi gəlin karbon atomlarında neçə Na hissəcik olaq olmayan eləyək. 112 qram, yəni 112 dənə karbon atomunda uşaqlar ilə 12 Na sayda hissəcik olacaq. Bir karbon atomunda 1 Na sayda hissəcik olmur. 12 karbon atomunda da 12 Na hissəcik olacaq. Ümumilikdə neçə atom oldu? 12 üzərinə gəlsin 30, 42 Na sayda atom oldu. Cavab oldu Y variantı. 77-ci sual. CH4 və C2H6 qazları qarışığının hidrogenə görə sıxlığının qarışıqdakı metanın mol payından asıllığını müəyyən edin. Qarışıqdakı metanın mol payından asıllığını müəyyən edin. Uşaqlar,
Bu sual əslində biraz da riyaziyyata dayanır. Yəni riyaziyyatı bildikdə artıq bu sualı həll etmək daha asan olur. Gəlin indi sizə bu sualı həll etməyin asan yolunu göstərim. İlk öncə qrafiklərə diqqətlə baxın. Bizə deyir ki, qaz qarışıqlarını verib CH4 qazımız var, bir də C2H6 qazımız var. Uşaqlar, əgər CH4-ün deməli payı 100% olarsa, yəni 100% qarşılıqda CH4 varsa, onda neçə faiz C2H6 olacaq? Əlbəttə ki, 0% C2H6 olacaq. Çünki qarışığın %100-ü CH4-dür. Yox, əgər qarışıqda 100% C2H6 olarsa, neçə faiz CH4 olacaq? Əlbəttə ki, 0% CH4 olacaq. Çünki 100% elə C2H6-dır. İndi gəlin deməli qrafiklərə əsasən bunu hesablayaq. Uşaqlar, baxın, ilk öncə gəlin birinci qrafikə baxın. Birinci qrafik 0 nöqtəsindən başlayır, görürsünüz. 0-dan gəlir 8 nöqtəsinə. CH4-ün deməli mol payı neçə oldu? 0% birinci qrafikdə. Deməli %100 burada C2H6 var. Uşaqlar, indi daha aydın izah etmək üçün gəlin belə bir şey yazaq. Bizə deyir ki, qrafikdə XY-də, riyaziyyatda bilirik XY. 0, 5 nöqtəsini göstərin uşaqlar. 0, 5 nöqtəsi, baxın, X deyir 0-dır, XY. X 0-dırsa 1, 2, 3, 4, 5. 5 nöqtəsi düşür bura. İndi birinci qrafikdə A variantda bunun kimidir uşaqlar. CH4-ün bizə faizini verib CH4 0-dır. Onda %100 C2H6 var. İndi gəlin D, H2, C2H6-ya görə hesablayaq. C2H6-nın nisbi molekul kütləsi 30 qramdır. 30-un 2 olan nisbəti 15. Deməli bu yanlışdır. Deyir ki, %100 əgər C2H6 olsaydı, onda qrafik gələrdi, burada qutarardı. 15 hidrogenə görə nisbi sıxlığı 15 olardı. 8 yox. A variantı yanlışdır. Keçirik B variantına. Yenə baxın CH4 0-dır. CH4 0 olduqda qrafik gəlir 15-də qurtarır. Yəni C2H6 100% olan qrafikdir bu. C2H6 100% isə onda D hidrogenə görə sıxlıq 15 olacaq. Doğrudur. İndi gəlirik 2-yə baxmağa. Baxın CH4 100%-dir. CH4 100% isə onda C2H6 olacaq 0%. Yəni C2H6-nın 0% olduğu qrafik. Baxın budur. CH4 100% isə onda nisbi sıxlıq elə yalnız CH4-ə görə hesablanacaqdır. Çünki maddədə qaz qarışığında C2H6 yoxdur. Onda gəlin DH2-ni CH4-ə görə hesablayaq. DH2 bərabərdir. CH4-ün nisbi molekul kütləsi 16 qram bölünsün 2, 8. Gördüyünüz uşaqlar, ikinci qrafik düzdür. Yəni riyaziyyat kimi sadə şəkildə həll olunur. Birinə 0, digərinə 100% olan qiymətlərini bir-bir yerinə qoyub cavabı tapırıq. Baxın, diqqətlə gördünüz. Yox, bu qrafiklə eyni şəkildə ödəndi. CH4 100% olduğu qiymətində deyir, qaz qarışığının orta molyar kütlə hidrogenə görə sıxlığı 8 olacaq. Niyə? Çünki qaz qarışığının orta molyar kütləsi yalnız CH4-ə görə hesablanır. Keçirik 78-ci suala. Hansı qazlar cütündən sıxlığı havanın sıxlığına bərabər olan qarışıq hazırlamaq olar? Uşaqlar, gəlin ilk öncə qazlar cütünə baxaq. 32 karbon qazının nisbi molekul kütləsi olacaq uşaqlar 44. Oksigendə 32, NO2-də 30, 46. Oksigendən deməli 32, NH3-də 17, 32, CH4-də 16, 32, C2H6-da da 30. Deyir ki, havanın sıxlığına bərabər qarışıq hazırlamaq olar. Uşaqlar, havanın sıxlığı, yəni molekul kütləsi 29 qramdır. Normal şərait deyirsə, bildik ki, normal şəraitdə sıxlıqla molyar kütlə bir-birinə düz mütənasib asılır. Yəni biz burada sıxlıqdan yox, elə molyar kütlədən də birbaşa danışa bilərik. İndi gəlin baxaq. Birinci qaz qarışığında hər ikisinin molyar kütləsi havanın molyar kütləsindən yüksək olan qazlar var. Yəni bu qaz qarışıqlarını biz qarışdırdıqda mümkün deyil ki, 29 molyar kütləsinə malik olan bir qaz alaq. Çünki hər ikisinin molyar kütləsi 29-dan qat-qat böyükdür. Yəni 29-dan böyük qiymətlər alacaq. Bir doğru deyil. 2-yə baxırıq. Biri 32-dir, digəri 17. 32-17 aralığında əlbəttə ki 29 var. Ona görə də ikinci qaz qarışığını biz ikinci qazları bir-birinə qarışdırdıqda 32 və 17, 29. Yəni havanın orta molyar kütləsinə malik olan biz qarışıq hazırlamaq olar. Gəlirik üçüncü qaz qarışığına. Uşaqlar, bunu yəni hesablama ilə də eləyə bilərik. Məsələn, hərəsindən 1 mol götürərəm. Ən sadə 1 moldur da. 1 mol oksigen götürərəm, 1 mol NH3 götürərəm, orta molyar kütləsini hesablayaram. Yəni o orta molyar kütləsinə uyğun olaraq havanın orta molyar kütləsinə uyğun bir qaz qarışığı tapmaq olar. Əlbəttə ki, bunu hesablamaq vaxt itkisidir. Biz sadəcə sadə şəkildə baxıb tapmağı öyrənirik.
3'ə baxırıq. 32 və 46. Buradan qətiyyən 29 olan orta molekyul kütləsinə malik olan qaz qarışığı tapmaq olmaz. Çünki hər ikisinin o molekyul kütləsi 29-dan daha böyükdür. 4-dən hazırlamaq olar. Çünki biri 32, digəri 16. 5-dən də hazırlamaq olmaz. Çünki hər ikisinin nisbi molekyul kütləsi havanın orta molekyul kütləsindən daha böyükdür. Keçirik 79-cu suala. Oksigen və karbon qazından qrafikdəki kimi qarışdırılır. Hansı nöqtədə dehelium 10 olan qaz qarışığı alınır? Uşaqlar, gəlin bir-bir nöqtələrə baxaq. Nöqtələrə baxmadan əvvəl uşaqlar, gəlin bir qrafikə baxaq. Birinci nöqtə, üçüncü nöqtə və beşinci nöqtə arasındakı oxşarlığı yəqin ki görürsünüz. Hər birində baxın, V həcm nisbəti 2-nin 1-ə nisbətidir. 2-nin 1-ə nisbəti, 2-nin 1-ə nisbəti, 2-nin 1-ə nisbəti. Görürsünüz uşaqlar. Digərlərinə baxın, məsələn, ikinci nöqtə. 1-in 3-ə nisbəti. 1-in 3-ə nisbəti bunun üçün də əlbəttə hesablayacaq, amma 3 dənə qrafikdə 2-nin 1-ə nisbətidirsə, deməli cavabın bu 3 olma ehtimalı %98-dir. 4-cü qrafikdə də 1-in yenə 3-ün 1-ə nisbətidir. 3-ün 1-ə nisbəti və 2-nin 1-ə nisbətini hesablayandan sonra cavabı uyğun olaraq tapırıq. Uşaqlar, həcm nisbəti ilə mol nisbətinə bərabərdir. Ona görə də mol nisbəti ilə tapmağımız daha asan olacaq. Deyir, qrafikdəki kimi qarışdırılır. Gəlin 1, 3, 5 üçün ayrıca qarışdıraq, 2, 4 üçün ayrıca qarışdıraq və hansı cavabda dehidroheliuma görə 10 olursa onu hesablayaq. 79-cu sual. Yəni orta molyar kütləni hesablayaq. Birinci 1 üçün. 1, 3, 5-də onsuz da eyni cavab alacaq. Deməli, həcm nisbəti ilə mol nisbəti gəlin götürək. 2 mol, üzərinə gəlinsin 1 mol. 2 vurulsun, karbon qazının nisbi molekyul kütləsi 44, üzərinə gəlinsin. Deməli, oksigen nisbi molekyul kütləsi 32 vurulsun 1. Uyğun olaraq orta molyar kütlə də bərabərdir. 88, 32 bölünsün 3, 120 bölünsün 3, 40 qram bölünsün mol. Deməli, hər üçündə istər 1-də, istər 3-də, istərsə də 5-də orta molyar kütlə 40 qram bölünsün mol olur. Çünki həcm nisbəti 2-nin 1-ə nisbəti şəklindədir. İndi gəlin deheliuma görə nisbi sıxlığı hesablayaq. 40-ın 4-ə olan nisbəti 10. Cavab oldu onda 1, 3 və 5. Heç 2, 4-ə hesablamamıza ehtiyac qalmadı. Keçirik 80-ci suala. Eyni tipdə sualdır. Uşaqlar oksigen və hidrogen qrafiklərini göstərir. Heliuma görə nisbi sıxlığın 3 olduğunu deyir. Eyni sualdır. Helium bərabərdir 3. Eyni tipdə də həll olunur uşaqlar. Baxın, 2-nin 1-ə nisbəti 5-də, 2-nin 1-ə nisbəti 3-də, 2-nin 1-ə nisbəti 2-də. Digərlərində isə baxın, 1-in 1-ə nisbəti və 3-ün 1-ə nisbəti. Yəni, nisbətdən də aydın görünür ki, cavab olur 2, 3 və 5. Bayaqki kimi hesablayaraq da düzgün cavabı təsdiqləyə bilərsiniz. 81-ci sual. XO qazının normal şəraitdə sıxlığı 1,25 qram bölünsün litrə bərabərdir. X elementin nisbi atom kütləsini hesablayın. Gəlin hesablayaq. 81-ci sual. Ru bərabərdir. Mr bölünsün 22,4. Normal şəraitdə sıxlığın düsturu bu şəkildədir. Onda 125 bölünsün 100 bərabərdir 22,4 nisbi molekyul kütləsi. XO qazının nisbi molekyul kütləsi X üzərinə gəlinsin 16 şəklində hesablanır. 25-ə ixtisar getdi 5 dəfə, 25-ə ixtisar getdi 4 dəfə, 4-ə ixtisar getdi 5,6 dəfə. 5,6-nı 5-ə vururuq uşaqlar. 28. 28 bərabərdir. X üzərinə gəlinsin 16. X də uyğun olaraq bərabərdir 12 qram. Nisbi molekyul kütləsi həmin qaz üçün oldu 12 qram. Bu qədər sadə. Keçirik 82-ci suala. A mol CO2 var, A molda CH4 var. Ümumilikdə kütlələri 160 qramdır. Qarşılıqda metanın kütləsini hesablayın. Uşaqlar, CO2-nin kütləsi nə qədərdir? 64 qram. 64A üzərinə gəlinsin 16A bərabərdir 160 qram. Daha doğrusu 80A bərabərdir 160 qram. A da bərabərdir 2. Deməli 2 mol kükürt qazı, 2 mol da metan qazı götürülüb. Qarşılıqda metanın kütləsini istəyir. 2 vurulsun 16 bərabərdir 32 qram. Bu qədər sadə. 83-cü sual. 3 mol etan, 2 mol azot dioksiddən ibarət qaz qarışığına. Gəlin 83-ü yazaq. 3 mol etan C2H6 və 2 mol azot dioksid.
azot 2 oksiddən ibarət qaz qarışığının hidrogenə görə nisbi sıxlığını hesablayın. İlk öncə gəlin bu qaz qarışığı üçün orta molyar kütlə tapaq. M orta molyar kütlə bərabərdir. 3 vurulsun S2H6 dəqiqə S2H6 30. Üzərinə gəlinsin 2 vurulsun 30 bölünsün 3 üzərinə gəlinsin 2. 150 bölünsün 5. Uyğun olaraq bərabərdir 30 qram bölünsün mol. Gördünüz uşaqlar, orta molyar kütləni tapdıq və deyir hidrogenə görə nisbi sıxlığını hesablayın. D hidrogen bərabərdir 30-un 2 olan nisbəti 15. Bu qədər sadə. Keçdik 84-cü suala. 84-cü sualda hidrogenlə oksigenin reaksiyası və 50 ml-də oksigen artıq qalır deyir. Uşaqlar, gəlin sualı oxuyaq 84-də. Reaksiyadan əvvəlki qaz qarışığında oksigenin mol payını istəyir bizdən. Uşaqlar, gəlin ilk öncə hidrogenlə oksigenin reaksiyasını yazaq. 2 mol hidrogen, 1 mol oksigenlə reaksiyaya daxil olur. 2 mol su əmələ gəlir. Əlbəttə ki, bilirik ki, mol nisbəti həcm nisbətinə uyğundur. Bizdə 100 milli əgər hidrogenimiz varsa, 100 milli hidrogen neçə milli oksigenlə reaksiyaya daxil olmalıdır? 2 mol hidrogen 1 mol oksigenlə reaksiyaya daxil olursa 100 milli hidrogen də 50 milli oksigenlə reaksiyaya daxil olacaq. Uşaqlar, 50 milli oksigen reaksiyaya daxil olur və 50 milli oksigen də artıq qalır. Qabın içərisindən çıxır. Onda x də bərabərdir 50 üzərinə gəlinsin 50 bərabərdir 100 milli. Bizim 100 milli oksigenimiz var idi ki başlanğıc qarışıqda. Onun 50 millisi reaksiyaya daxil oldu və 50 millisi də qabdan uçub getdi. Oksigenin mol payını istəyir. Uşaqlar, mol payı ilə həcm payı ilə eyni anlayışdır. Çünki nisbət eyni alınır. Gəlin oksigenin mol payını hesablayaq. Həcminə görə hesablayaq uşaqlar, gəlin. Deməli, ümumilikdə bizdə 100 milli hidrogenimiz vardı qabda. 100 milli də oksigenimiz vardı. 100 milli də oksigen vurulsun 100. 100-ün 200 olan nisbətinin 100-də hasili. 50%. Bu qədər sadə uşaqlar. Keçirik 85-ci suala. Eyni tipdə sualdır. Gəlin yazaq 85-ci sualı. İlk öncə gəlin hidrogenlə oksigenin reaksiyasını yazaq. Üzərinə gəlinsin 1 mol oksigen, 2 mol su əmələ gəlir. Bizə deyir ki 50 milli oksigen reaksiyaya daxil olur. 50 milli oksigen uşaqlar 100 milli hidrogenlə reaksiyaya daxil olur. Mol nisbətindən görürük. 50 milli uşaqlar 50 milli hidrogenin də artıq qaldığını bilərək x də bərabərdir 100 üzərinə gəlinsin 50. Başlanğıc qarışıqda 150 milli hidrogen var idi ki, onun 100 millisi oksigenlə reaksiyaya daxil oldu. 50 milli hidrogen də artıq qaldı. Bizə nə deyir? Başlanğıc qarışıqda oksigenin mol payını istəyir yenə. Omega oksigen bərabərdir 150 milli hidrogenimiz var idi. 50 milli oksigenimiz vardı. 50 vurulsun 100. Uyğun olaraq bərabərdir 200-də 50 vurulsun 100. İxtisarlarımızı aparırıq 25%. Bu qədər sadə. 85-də də cavab oldu 25. Keçirik 86-cı suala. 86. CH4 və oksigen qarışığının kütləsi 72 qramdır. Bu qarışıqda metan və oksigenin molekullarının sayının bərabər olduğunu bilərək. Molekulların sayını uşaqlar mol sayı kimi düşünə bilərsiniz. Molekul NA-dır, düz deyil uşaqlar. NA sayını gəlin mol sayını bərabər götürək. X mol CH4-ümüz olsun, X mol da oksigenimiz. Oksigenin kütləsini hesablayın deyir uşaqlar. Molla da hesablaya bilərəm, NA ilə də hesablaya bilərəm, həcmlə də hesablaya bilərəm. Üçünün də nisbəti eyni anlayışlara gəlib çıxır. Ona görə gəlin hesablayaq. 16x üzərinə gəlinsin 32x bərabərdir 72. 48x bərabərdir 72. Hər ikisi 8-ə ixtisar gedir 9 dəfə, 8-ə ixtisar gedir 6 dəfə, 3-ə ixtisar gedir 3 dəfə, 3-ə ixtisar gedir 2 dəfə. X də bərabərdir 1,5 mol. Bizə deyir ki, oksigenin kütləsini hesablayın. X mol oksigenimiz vardı uşaqlar. 1,5'i vuracaq 32'yə. 2'də 3 vurulsun 32. İxtisarlarımızı aparırıq 16 dəfə. 48 qram. Bu qədər sadə. Keçirik 87-ci suala. Eyni sayda oksigen atomu olan dəm qazı və CO2-dən ibarət qaz qarışığının heliuma görə nisbi sıxlığını hesablayın. Gəlin 87-ci sualı hesablayaq. CO
Və CO2-də deyir ki, eyni sayda oksigen, baxın oksigen atomu var. Tutaq ki, biz x mol SO2 götürsək, onda CO-da 2x mol olacaq. Niyə? Oksigen atomlarının sayı bərabər olsun. Hər ikisində oksigen atomunun sayı neçə elədi? 2x sayda oksigen, 2x Na sayda oksigen atomu oldu. Davam eləyirik. İbarət qaz qarışığının helyuma görə nisbi sıxlığını. Uşaqlar, gəlin biz ilk öncə bu qazın molyar kütləsini hesablayaq. Sizin fikirləşdiyiniz kimi, bəs burada x dəyişəni var, molyar kütlə x-dən alınacaq, sonra onu helyuma görə necə, yəni tam ədəd alacaq? Uşaqlar, siz məsələyə başlayın, düsturu yazın, ədədləri yerinə qoyun. Orada mütləq ki, x zərg edəcək və siz tam ədədlər, natural ədədlər alacaqsınız. Gəlin yazaq düsturu. M orta bərabərdir. CO-nun nisbi molekul kütləsini verib 28. 28 vurulsun 2x üzərinə gəlinsin. SO2-nin nisbi molekul kütləsini verib 64 vurulsun x bölünsün 2x üzərinə gəlinsin x. M orta uyğun olaraq bərabərdir. 56x üzərinə gəlinsin 64x bölünsün 3x. Bu da uyğun olaraq bərabərdir. 120x bölünsün 3x. X-ləri x-lər aparırıq. 120-nin 3-ə nisbəti 40. Gördünüz uşaqlar, helyuma görə biz bu maddənin, daha doğrusu bu qaz qarışığının orta molyar kütləsini hesabladıq. 40 qram bölünsün mol elədi. İndi bizə deyir ki, həmin bu qaz qarışığının helyuma görə nisbi sıxlığını hesablayırıq. D helyum da bərabərdir. 40-ın 4-ə olan nisbəti 10. Cavab da oldu 10. Keçirik 88-ci suala. 88-ci sual. Qaz qarışığını bizə verib CH4, CH8. Karbon atomlarının sayı A-dır hər ikisində. Qaz qarışığının orta molyar kütləsini hesablayın. Uşaqlar, deyir ki, bayaqki sualın eyni tipdir. Baxın, karbon atomlarının sayını bərabər eləməliyik. Tutaq ki, əgər biz x mol, x götürməyək, başqa bir dəyişən götürək. Çünki burada x var, başqa bir dəyişən götürək. Tutaq ki, n mol. N mol CH8 götürmüşüksə, onda 3 N mol CH4 götürməliyik ki, hər birində karbon atomlarının sayı bir-birinə bərabər olsun. Baxın, karbon atomlarının sayı hər ikisində A olsun. İndi davam edirik. Deyir, qaz qarışığının orta molyar kütləsi. Bizdən M ortanı istəyir uşaqlar. M orta bərabərdir. 3N vurulsun. 3N mol CH4'ümüz var. CH4'ün nisbi molekul kütləsi 16. Üzərinə gəlinsin M vurulsun 44. Bölünsün 3n üzərinə gəlinsin n. İndi baxın uşaqlar, n'lər ixtisar gedəcək. Bu da uyğun olaraq bərabərdir. 48n üzərinə gəlinsin 44n bölünsün 4n. 48-in üzərinə 44 gələcəyimiz uşaqlar, hər birini 4n-ə ixtisar aparaq. 4n-ə ixtisar getdi 48, 12 üzərinə gəlinsin. Baxın, 4n-ə ixtisar getdi 12 dəfə, 4n-ə ixtisar getdi 1 dəfə, 4n-ə ixtisar getdi 11 dəfə, 11. 23. Siz cəmi toplayıb da 4 dənə bölə bilərsiniz. Cavab yenə 23 tapacaqsınız uşaqlar. 89-cu sual. Eyni tipdə sualdır uşaqlar. Yenə CH4, C2H4 verib karbon atomlarının sayını bərabər etmək üçün N mol C2H4 götürməliyik. 2N mol da CH4 götürməliyik ki, karbon atomlarının sayı hər birində 2N vurulsun, Na olsun. İndi qaz qarışıqlarının orta molyar kütləsi X. Bizdən X-i tapmağımızı istəyir. M orta bərabərdir uşaqlar X. X də uyğun olaraq gəlin hesablayaq. 2n vurulsun CH4'ün nisbi molekul kütlesi 16 üzerine gelsin n vurulsun C2H4'ün nisbi molekul kütlesi 28 bölünsün 2n üzerine gelinsin n. Bu beraberliği gəlində hesablayaq. 32n üzerine gelinsin 28n bölünsün 3n. Uşaqlar, 32'nin üzerine 28 gələndə 60n bölünsün 3n. N'lər ixtisar getdi. 60'ın 3'ə nisbəti 20. Gördük uşaqlar, cavab da oldu 20. Orta molyar kütləsini hesabladıq 20. Keçirik 90-cı suala. CH4, C2H6 həcmi verib bizə ümumi 8,96 litr. 8,96 litr uşaqlar 0,4 moldur. Kütləni verib 13 qram, mol payını verib XY. X mol C3H4, Y mol da C2H6 götürülüb. Gəlin 90-cı sualı hesablayaq. İlk öncə gəlin molları hesablayaq uşaqlar. X üzərinə gəlinsin Y bərabərdir 0,4 mol. Çünki X mol C3H4 götürdük, Y mol da C2H6 götürdük. Ümumi mol miqdarını da bizə verib 0,4 mol. Litri mola çevirdik uşaqlar. Ümumi kütləni də verib 13 qram. CH4'ün nisbi molekul kütləsi 40'dır. 40x üzərinə gəlinsin. C2H6'nın nisbi molekul kütləsi 30'dur. 30Y bərabərdir 13. Gəlin sistem təhlili həll eləyək və cavabı müəyyən eləyək. Hər iki tərəfi 40'a vururam.
40x üzərinə gəlinsin 40y bərabərdir 16. 40x üzərinə gəlinsin 30y bərabərdir 13. 40'lar ixtisar gedir. 10y bərabərdir 3. Y bərabərdir 0,3. Onda x də bərabər oldu 0,1. Bizdən y-i müəyyən eləməyimizi istəyir. Uşaqlar y də oldu 0,3 mol. Bu qədər sadə. Keçirik 91-ci suala. Qaz qarışığının tərkibini bizə verib 91-ci sual. CH4H2. Uşaqlar, bu sual sizin gözünüzü qorxutmasın. İndi gəlin bunu çox rahat bir şəkildə həll eləyək. 91-ci sual. Qaz qarışığının tərkibini bizə verib CH4 və hidrogen. İndi uşaqlar, aşağıya baxın. Karbonda 12 dənə nisbi atom kütləsi 12-dir. 6 dənə protonu var. Karbonda gəlin yazaq. Karbonda proton bərabərdir 6 dənə, neutron da bərabərdir 6 dənə. Çünki 12 nisbi atom kütləsi 6. Hidrogenin gəlin proton və neutronlarını hesablayaq. Hidrogende protonların sayı 1'dir, neutron 0'dır. Çünki hidrogenin protium izotopunda neutron yoxdur. İndi bizə deyir ki, qarşılıqda neutronların sayı n'dir. Qarşılıqda neutronların sayı n'dirsə, baxın bu n yalnız karbona aiddir. Yalnız karbona aiddir. Niyə? Çünki hidrogende neutron sayı yoxdur axı. Yəni hidrogenə neutron sayı hesablaya bilmərik hidrogen üçün. Ona görə gəlin qarşılıqda deyir ki, karbon atomlarının sayı n'dir. Uşaqlar, CH4'ə gəlin baxaq. 1 mol CH4'də neçə dənə neutron var? Karbon atomu 12-6 şəklində təsəvvür edin. 1 mol CH4'də 6 dənə neutron var. Neutron, uşaqlar, əlbəttə ki, biz bunun tərkibi hesablayırıq. Burada molekul sayı var, Na var və s. var. Tərkibi 6 dənə neutron var. Uşaqlar, bizə deyir ki, n dənə neutron olsun da. Çünki n dənə neutronumuz var. Bilirik ki, neutron ancaq karbona aiddir. N dənə neutron neçə mol CH4'də olar bilmirik. X mol CH4'də olar. X də uyğun olaraq bərabərdir n'in 6'ya olan nisbəti. Deməli, bizdə n bölünsün 6 mol CH4 var. N bölünsün 6 mol CH4 götürülüb. Baxın, CH4'ün mol miqdarını n ilə tapdıq. İndi qarşılıqda deyir ki, protonların sayı 3n'ə bərabərdir. Gəlin, indi qarşılıqda yavaş-yavaş oturub protonların sayını hesablayaq. Qarşılıqda protonların sayı 3n'ə bərabərdir. Uşaqlar, karbonda neçə protonumuz var idi? 6 dənə protonumuz vardı. Hidrogende neçə dənə protonumuz vardı? 1 dənə protonumuz vardı. Düz deyil. Uşaqlar, biz CH4'də neçə mol olduğunu müəyyən elədik. CH4'ün neçə mol olduğunu müəyyən elədik. İndi CH4'də gəlin olan protonların sayını hesablayaq. N bölünsün 6 vurulsun. Karbonda 6 dənə proton var. Hidrogende 1 proton var. Baxın, 1 proton var. 4 dənə hidrogen olduğuna görə 4 dənə proton var. Deməli, ümumilikdə N bölünsün 6 mol CH4 birləşməsində neçə dənə proton olur? 10N bölünsün 6 dənə proton olur. İxtisarlarımızı aparaq. 5N bölünsün 3 mol protonumuz var. 5N bölünsün 3 mol proton CH4'də varsa, ümumilikdə də bizim 3N sayda protonumuz varsa, onda H2'də olan protonlarının sayını tapmaq için çətin olmasın gərək. 3N'dən çıxırıq. 5N bölünsün 3'ü. 9n bölünsün 3 çıxılsın 5n bölünsün 3, 4n bölünsün 3. Deməli H2 molekulunda, diqqətli olun, H2 molekulunda olan protonların sayı neçə oldu? H2 molekulunda 4n plus 3 sayda proton oldu. Onda H2 molekulunun molu nə qədər olacaq? 2n bölünsün 3 olacaq. 2n bölünsün 3 olacaq. Niyə 2n bölünsün 3 uşaqlar? Bilirik ki, H2'də hidrogende 1 dənə proton var. Düz deyil. Protonların sayı 1'dir. H2 molekulunda 2 dənə hidrogen atomu olduğu için protonların sayı olacaq 2. 2'ni də 2n bölünsün 3'e vuranda 4n bölünsün 3 eləyir. Gördünüz uşaqlar? Deməli, bizdə 2n bölünsün 3 mol hidrogen molekulu, n bölünsün 6 molda CH4 molekulu var. İndi deyir ki, qaz qarışığının orta molyar kütləsini hesablayın. Uşaqlar, yəni bu qaz qarışığının orta molyar kütləsini hesablayaq. M orta bərabərdir. N bölünsün 6 vurulsun. CH4'ün nisbi molekul kütləsi 16. Üzərinə gəlinsin. 2N bölünsün 3 vurulsun. H2'nin nisbi molekul kütləsi 2. Bölünsün. N bölü 6 üzərinə gəlinsin. 2N bölünsün 3. Nisbi molekul kütləsi bu şəkildə hesablanır. M orta da uyğun olaraq bərabərdir. 6'da n üzerine gelinsin 4n, 6'da 16n üzerine gelinsin 2'ye vururuq uşaqlar 8n. Gəlin indi bu
Həll eləyək bu birləşməni. 24n bu nisbəti bölünsün 6, 6 vurulsun 5n. 6'lar ixtisar gedir, n'lər ixtisar gedir. 24'ün 5'ə də olan nisbəti uşaqlar 4,8. Deməli bu birləşmənin deməli orta molyar kütləsi qaz qarışığına 4,8 qram bölünsün moldur. Uşaqlar inşallah tam aydın şəkildə izah eləyə bildim. İlk öncə CH4'ün mol miqdarını tapdıq. CH4'ün mol miqdarına uyğun olaraq CH4'də olan protonların sayını tapdıq. CH4'də olan protonların sayını tapdıqdan sonra H2 molekulunda olan protonların sayını tapdıq. 4n bölünsün 3. Sonra neçə mol H2 molekulu götürmək lazımdır ki, orada 4n bölünsün 3 sayda proton olsun, onu müəyyən elədi. 2n bölünsün 3 mol miqdarını tapdıq. Daha sonra orta molyar kütləni də uyğun şəkildə hesabladıq. Biraz qarışıq görünə bilər uşaqlar. Əslində, yəni çox da çətin deyil, həll etmək mümkündür. İnşallah tam aydın şəkildə izah edə bildim. Keçirik 92-ci suala. Müəyyən şəraitdə qapalı qabda dəm qazı və oksigendən ibarət qarışığın həcmi 100 millidir. Dəm qazının tam yanmasından sonra alınan qaz qarışığın həcmi 70 milli olmuşdur. İlkin qarışıqda oksigenin həcmini müəyyən edin. Gəlin 92-ci sualı yazaq uşaqlar. Müəyyən qapalı qabda baxın CO var, bir də oksigen qazı var. Qaz qarışığının həcmi 100 millidir. CO-nun tam yanmasından gəlin CO-nu yandıraq. Oksigen, karbon qazı 2 mol, 2 mol. CO-nun tam yanmasından uşaqlar bilmirik. Tutaq ki, A mol CO yanıb. Onda 0,5 A mol oksigen reaksiyaya daxil olub, 0 A molda karbon qazı alınmışdır. Deməli, alınan qaz qarışığının həcmi 70 milli olmuşdur. Uşaqlar, diqqətlə baxın. Deməli, dəm qazının hamısı reaksiyaya daxil olub, tutaq ki. Tutaq ki, biz Y mol, A mol dəm qazı götürmüşük. B molda oksigen qazı götürmüşük. B mol oksigen qazından baxın 0,5 mol reaksiyaya daxil olub. B çıxılsın 0,5 A oksigen artıq qalıb. Artıq. Uşaqlar, A mol dəm qazı götürdükdə A mol dəm qazından da uyğun olaraq elə A mol karbon qazı alınır. A molda karbon qazı CO2 deməli reaksiyadan sonra qabda vardır və bu ümumi deməli həcm olur 70 milli. Uşaqlar, molla millini, yəni nisbəti eynidir. Bunu bir mənalı olaraq qavrayın. Mən məsələni molla hesablayıramsa, daha sonra onu litrə çevirə bilərəm. Daha sonra litrlə hesablayıramsa mola çevirə bilərəm. İndi gəlin hesablayaq. Deməli, ilkin qabda gəlin bunu milli götürək, yaxşı. A milli, B milli. A milli üzərinə gəlinsin B milli bərabərdir 100 milli. 100 milli qaz qarışığı var idi. Daha sonra A millini hesablayaq. A milli dəm qaz reaksiyaya daxil oldu. A milli elə karbon qazı əmələ gəldi. Ümumilikdə B milli oksigen qazımız vardı. Onun da 0,5 reaksiyaya daxil oldu. Bilirik ki, mol nisbəti uşaqlar həcm nisbəti uyğun olur. 2 mola 1 moldursa A milliyə də 0,5 A milli olur. B minus 0,5 A oksigen qazı da artıq qalır. B minus 0,5 A bərabərdir 70 milli. Daha sonra deyir ki, qaz qarışığının həcmi 70 milli olur. Gəlin indi bu tənasübü həll eləyək və cavabı müəyyən eləyək. A üzərinə gəlsin B bərabərdir 100. B üzərinə gəlsin 0,5 A bərabərdir 70. B'lər getdi. Uşaqlar 0,5 A bərabərdir 30. Vergülü bir sağa atırıq. A bərabərdir 60. Bizə nə deyir? İlkin qarışıqda oksigenin həcmini müəyyən edin. İlkin qarışıqda 60 milli dəm qazı var idisə 40 milli də oksigen qazı vardı. Çünki ilkin qarışıqda 100 milli qaz vardı. Bu qədər uşaqlar. Keçirik 93-cü suala. X qazının kütləsi Y qazının kütləsindən 4 dəfə çoxdur. 93-cü sual. X qazımız var və Y qazımız var. X qazının kütləsi tutaq ki 4A olsun, Y qazının kütləsi A olsun. 4 dəfə çoxdur. X-in nisbi molekul kütləsi MRX bərabərdir
Bir de MR Y üçün yazacaq. Deyir X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə azdır. X-in nisbi molekul kütləsini götürürük B, Y-in nisbi molekul kütləsini də götürürük 2B. X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə azdır. X-in mol miqdarı Y-in mol miqdarından neçə dəfə çoxdur? Bizə deyir ki, nÜx bölünsün nÜy bərabərdir sual. Uşaqlar bizə MX-i verib, MY də verib. MR-lərini də verib. Gəlin indi nÜ-nü hesablayaq da. Gəlin nÜx-i hesablayaq uşaqlar. nÜx bərabərdir MX bölünsün MRX. Bu da uyğun olaraq bərabərdir. MX 4 adı bölünsün B. İndi gəlin Y üçün hesablayaq. Y də bərabərdir A bölünsün 2B. Bizdən nÜx bölünsün Y nisbətini istəyir. Bu da uyğun olaraq bərabərdir 4A bölünsün B vurulsun. Tərsi olur riyaziyyat. A üstü 2B. Daha doğrusu 2B bölünsün A üstü başqa ifadə olur artıq. A'lar ixtisar gedir, B'lər ixtisar gedir. Cavab olur 8. Qısacası 8 dəfə çoxdur. Keçirik 94-cü suala. Qaz qarışığının tərkibini verib S2H6, S2H2 helyum. Qarışığın mol sayı, tamam 4 mol. Qarışıqda karbonun mol sayı uşaqlar. Qarışıqda karbonlar hansıdır? Helyumda karbon var, xeyr. Karbon bu iki qaza aiddir. Deməli bu iki qazda karbonun mol sayı 4 dənə karbon olmalıdır. 4 dənə karbon olmalıdırsa 1 mol S2H6 götürəcəm, 1 mol da S2H2 götürəcəm. 1 mol götürmərəm, birindən götürərəm 0,5 mol, digərindən götürərəm 1,5 mol. Ümumilikdə mənə lazımdır ki 4 mol karbon atomu olsun. Qarışığın mol sayı da 4 mol deyil uşaqlar. Mən bundan 0,5 də götürə bilərəm, bundan 1,5 də götürə bilərəm. Ümumilikdə burada 2 mol qaz alınacaq onsuz. Deməli 2 mol deməli karbonun mol sayını bərabər eləmək üçün sol tərəfdə də bax bu qaz qarşılığında karbonun mol sayını bərabər eləyə bilərəm. İstənilən nisbətdə də götürsəm, o nisbətin cəmi 2 eləyəcək uşaqlar. İstəyirsiniz yoxlaya bilərsiniz. Qarışığın mol sayı da 4 moldursa, 2 mol bu yuxarıdakı 2 qaz qarışığına gedirsə, onda helyumun mol miqdarı da 2 mol olacaq. Qarışıqda neçə qram helyum var uşaqlar? 1 mol helyum 4 qramdırsa, 2 mol helyum 2 dəfə 4 8 qramdır. 8 qram helyum var. 95-ci sual eyni tipdə sualdır uşaqlar. Qarışığın mol sayını verib 3,6. Qarışıqda karbonun mol sayını verib 3,6 mol. Karbonun mol sayını bərabər eləmək üçün uşaqlar 1,2 yox, gəlin bundan götürək 0,6 1,8 0,6 molda C3H8 götürək. Gördük uşaqlar, karbon 0,6 vurulsun 3 1,8 1,8 o da 1,8 3,6 mol. Davam edirik. Karbon atomlarının sayı 3,6 mol elədi. Gördünüz uşaqlar. Ümumi qarışığın mol miqdarı isə 1,2 mol elədi. Götürmərəm C3H6-dan 0,6 mol. C3H6-dan götürərəm 0,2 mol. 0,2 mol götürsəm 0,6 mol eləyir. C3H8-dən də götürərəm 1 mol. Yenə 3,6 mol ümumilikdə karbon atomlarının sayı olacaq 3,6 mol. Gördüyünüz uşaqlar bu qədər sadə. Yəni istənilən mol nisbətində götürsəm bu mol nisbətinin cəmi 1,2 mol eləyəcək. Yəni qaz qarışıqları istənilən mol nisbətində götürsəm karbon atomlarının sayı 3,6 olacaq şəkildə bu mol nisbətinin cəmi 1,2 eləyəcək. Məsələn 0,8 mol C3H6 götürsəm 0,4 mol da C3H8 götürməliyəm. Bu qədər sadə. Deməli ümumilikdə baxın 1,2 mol qaz qarışığının həcmi elədi. Ümumi qaz qarışığının həcmi 3,6 moldur. 3,6-dan 1,2-ni çıxırıq, qalır 2,4 mol. Deməli bizim 2,4 molumuzda helyumumuz var. 2,4-ün də 4-dən hasili 9,6 qram. Keçirik 96-cı suala. Qaz qarışığının tərkibini bizə verib. S2H4, SH4. Qarışıqdakı qazların ümumi mol sayı 4 mol. Gəlin 96-nı yazaq uşaqlar. 96-cı sual. Qaz qarışığının bizə ümumi həcmini verib. Bir də SH4. Qaz qarışığının ümumi mol sayını verib 4 mol. 4 mol. Qarışıqda karbonun kütləsini də bizə verib 72 qram. Yəni karbonun kütləsi 72 qram karbon. Tutaq ki uşaqlar X mol S2H4 götürəcəm, Y mol da SH4 götürəcəm. X üzərinə gəlsin Y cəmini bilirik 4 mol. Karbonun kütləsini də bizə verib 72 qram. Uşaqlar
X mol C2H4'te karbonun kütləsi nə qədərdir? 2 dəfə 12 24. 24x üzərinə gəlinsin. Y mol CH4'te karbonun kütləsi nə qədərdir? 12y. 12y bərabərdir 72 qram. Karbon ümumi kütləsini də bizə verir. Gəlin indi bu nisbəti, daha doğrusu bu sistem tənliyi hesablayaq. X üzərinə gəlsin y bərabərdir 4. Hər tərəfi 12-yə xısar aparırıq uşaqlar. 2x üzərinə gəlinsin y bərabərdir 6. Y-lər xısar getdi. X bərabərdir 2. Y uyğun olaraq bərabərdir 2. Qarşılıqda neçə mol metan var? Uşaqlar y mol metan var. Y-də oldu 2. Qarşılıqda 2 mol metan vardır. İndi keçirik 97-ci suala və son suala. Deməli, NO1, NO2, NO1 böyükdür NO2 olarsa uyğunluğu müəyyən edin. Qaz qarışığının tərkibini bizə verib. NO1 mol, NO2 mol ümumi qaz qarışıqları verib. Uşaqlar, gəlin ilk öncə baxaq. Hidrogenin deməli nisbi molekul kütləsi 2 qram. CH4'te 16 qram, oksigende 32 qram, azotda 28 qram, CH4'te 16 qram, azotda da 28 qram. Bunları bildik. İndi bizə deyir ki, orta molyar kütlə aşağıdakı ədədlər ola bilər. NO1 böyükdür NO2 deməli mütənasibliyində nəzərə alırıq. 97-ci sual. İlk öncə gəlin 1 üçün hesablayaq. Əgər tutaq ki, uşaqlar NO1 bərabərdir NO2 olsaydı, bunu da təqribi götürək 1 mol. Eğer NO1 bərabərdir NO2 olsaydı, uşaqlar istənilən, istəyirsiniz 5 mol götürün. NO1 NO2'ye bərabərsə orta molyar kütlə dəyişməyəcək. Hidrogen və CH4 üçün gəlin orta molyar kütlə hesablayaq. M orta 1 bərabərdir 2 üzərinə gəlinsin 16 bölünsün 1 üzərinə gəlinsin 1. Yəni qısacası 18 bölünsün 2 9 qram bölünsün mol. Uşaqlar, eğer bu nisbət bir-birinə NO1 bölünsün NO1 bərabərdir NO2 olsaydı, o da orta molyar kütlə ən orta qiyməti 9 qram bölünsün mol olardı. Bizə NO1'in daha böyük olduğunu deyir. NO1 böyüksə, yəni hidrogenin mol miqdarının daha böyük olduğunu deyir. Onda hidrogenin kütləsi 2 qram deyil. Orta molyar kütlə 2 və 9 qram bölünsün mol arasında qiymətlər alacaq. Çünki baxın, hidrogenin mol miqdarı daha böyük olduğu üçün ona daha yaxın mol miqdarında orta molyar kütlə alınacaq. Daha kütlə nisbətində orta molyar kütlə alınacaq. Yəni 2 ilə 9 arasında 1'ə getdi A, 1'ə getdi A, 2'yə və 3'ə nə gedir? Gəlin indi onu hesablayaq. Keçirik 2 üçün hesablamağa. İlk öncə NO1 bərabərdir NO2 halı üçün M orta kütlə, yəni orta molyar kütləni hesablayırıq. Bərabərdir 28 üzərinə gəlinsin 32 bölünsün 2. Bu da bərabərdə uyğun olaraq 60'ın 2'ye olan nisbəti 30 qram bölünsün mol. NO1 NO2'dən böyük olduğu üçün NO1 28'dir. 28 və 30 qram bölünsün mol aralığında qiymətlər alınacaq. 28 ilə 30 aralıqda qiymət 29, 2'ye getdi D. Gördünüz uşaqlar? NO1 daha böyükdür deyə mən azota daha yaxın olan qiymətləri götürməliyəm. Yəni orada 35 alına bilməz. 30 ilə 28 arasında alınmalıdır. Keçirik 3 üçün hesablamağa. M orta kütlə, M molyar kütləni hesablayırıq. NO1 bərabər NO2 olan hal üçün. CH4 16 üzərinə gəlinsin 28 bölünsün uşaqlar 2. Yəni 8'in üzərinə gələcəm 14 22 qram bölünsün mol. Deməli mən NO1 daha böyük olduğuna görə CH4 16 qramla 22 qram bölünsün mol aralığında olan orta molyar kütlələri götürməliyəm. 2'yə də uyğun olaraq gedəcək B və C variantı. Bu qədər uşaqlar. İnşallah tam aydın şəkildə izah edə bildim. NO1 daha böyük olduğu üçün NO1'ə yaxın, yəni NO1 mol miqdarına yaxın olan elementlərin kütlə nisbətinə yaxın orta molyar kütlələri götürürük. NO2 böyük olsaydı daha böyük ədədləri götürərdim. Belə uşaqlar, bugünkü dərsimiz bu qədər. Bugün sizlərlə maddə miqdarı Avogadro qanunu bölməsinin qazların sıxlığı, nisbi sıxlıq, qazlara aid olan hesablamalar mövzusundakı 51-dən sona qədər olan sualları izah etdim. İnşallah gələn dərslərdə görüşənədək özünüzə yaxşı baxın, Allaha əmanət olun, sağ olun.